بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأرضين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Ötən həftələrdə məclislərimizdə deyildi ki, Allah öz müqəddəs kitabında insanlara xitab edərək onlarla danışır. O xitablardan biri də əhl-i kitabın barəsindədir. Əhl-i kitabın xitablarında inşallah möminlərin yadındadır ki, 10-cu xitabda onlara buyurur ki, limə təsuddun an səbilillah mən amənə təbğunəhə ivəcə və əntum şühədə və məllahu biğafilin əmmə tə'məlun. Bu 10-cu xitabdır. Bu barədə deyildi ki, insanların iman və kəmal və mərifət yolunda ki, hərəkət edirlər, maneələr var. Bəzisi insanın daxilindədir, insanın nəfsi, tənbəllik, bu qəbil. Bəzisi insanın vücudindən xaricdədir. Şeytanlar, kafirlər, müşriklər və başqa maneələr çalışırlar ki, insanı bu hərəkətdən saxlasınlar. İslam Peyğəmbəri insanları elə ki başladı ümumi dəvətin, müşriklər gördülər ki, bu məsləhət deyil. Oturdular, fikirləşdilər, qərar qəbul elədilər, gündə bir cür qərar çıxartdılar və başladılar mübarizə aparmağa. Bu mübarizəni planlaşdırdılar. Müəyyən mərhələ və etaplar içində bu işi başladılar. Biri buyurdu ki, istədilər Peyğəmbərin özün
pulla, vəzifə ilə başa salsınlar və Peyğəmbər bu dəvətindən əl götürsün. Nümunələr oxuduq ki, bu olmadı. Sonra gəldilər Peyğəmbərin əmisi ilə danışdılar, özü ilə danışdılar, müzakirə yolu ilə həll eləyələr, mümkün olmadı. Sonra gəldilər, istədilər Peyğəmbərin dəvətin qoymayalar cəmaatın qulağına çata. Bu barədə ayələr oxuduq, hədislər oxuduq və tarixdən nümunə olaraq siz üçün hadisələr nəql oldu. Sonra başladılar, meydana girdilər. Üçüncü itab buydu ki, Peyğəmbərin şəxsən özün əziyyət ilə, təhqir ilə, şikəncə ilə bəlkə mane olalar bu hərəkətdən. Onun da xeyri olmadı. O həftə dedim ki, o nümunələr ki, Peyğəmbərin başına nə oyunlar gətirdilər. Amma Peyğəmbər onlara bir cümlə buyurdu, bu dəvəti Allah mənə buyurub və mən bu dəvəti edəcəyəm, cəmaati Allaha tərəf çağıracağım, sizin əlinizdən nə gəlir, siz də əsirgəməyin, mən də nə bilirəm, onu eləyəcəyəm, Allahım da nə desə, mən bu yolda varam. Konkret Peyğəmbər onlarla bu söhbəti elədi, onlar Peyğəmbərdən də məyus oldular. Gördülər Peyğəmbəri hədələməklə iş düzəlməyəcək. Dördüncü etap budur, bugünkü bəhsimiz. Dördüncü etap budur ki, bunlar ki gördü Peyğəmbərdən əllərin yudular, məyus oldular, ümidləri kəsildi, dedilər, o adamlar ki Peyğəmbərə iman gətirirlər, biz onları hədələyək. 5 nəfəri, 10 nəfəri tutarıq, hədələrək, öldürərük, dövərük, vurarıq, o birisilərə də göz olar və bu işdə Peyğəmbər özün təh görər meydanda. Nə qədər ömr eləyəcək bu? 5-10 il biz elə bu cür hədələsək, cəmaat qaçar bunun ətrafından, ta bunun ömrü qutarar. Təxminən bu nəticəyə gəldilər, çatdılar. Və bir-bir başladılar bu işdə. Da indi baxmır ki, bu yaşlıdır, bu kişidir, bu qadındır, bu cavandır, bu qocadır. Kim oldu? Əvvəldə baxırdılar, kim adamsızdı, onlardan başlayırdılar. Bu çox mühüm idi. O adam ki, adamı var, tayfası var, nə bilim, eli var, qəbiləsi var, onlara balaca ehtiyatla yanaşırdılar. Amma adamsızı, qədimkilərə Allah rəhmət eləsin, deyiblər, yolma kimi yolurdular. Yolma çöllərdə yolarlar, indi şəhət gəncilər bilmiyor onu. Bitkini yolarlar, onu deyərlər, yolma yolurlar. Biri dedi ki, filan kəsin canın Əzrail alıb. Şamballı, pullu bir adam idi, böyük bir adam. Bir kasıb dedi, onda vay bizə. Onun canın Əzrail alsa, bizi yolma kimi yolarlar. Oradan qalıb o. Yasir Sümeyyə, Yasir kişi, Sümeyyə onun yoldaşıdır. Əmmar da Yasir'in oğludur, Süməyyənin oğludur. Bunlar o iman gətirənlərdən biridir. Yasir ağsaqqalıdır. Sümeyyə nisbətən yaşlı bir qadındır.
Əmmar da bunların uşaqları. Bunların üçün də izləyirlər, tuturlar, gətirirlər. Nə əllərindən gəldi əsirgəmədilər. Bunların barəsində, üçünün də barəsində. Ta axırda cürəbəcürə şəncələri başladılar eləməyə. Ərqəm ibn-i Əbil Ərqəm bir nəfər möhtərəm bir adam idi. Onun evin eləmişdilər təbliğat mərkəzi. Bunlar yığışırdılar orada. Peyğəmbərin hədəflərindən, sözlərindən danışırdılar, təbliğ aparırdılar. Gördülər, yox, əgər bunlarla işimiz olmasa, bunlar işi aparacaqlar qabağa. Fikirləşdilər ki, Yasirdən, Süməyyədən başlasınlar. Və o cürdə elədilər. Mindirirlər bunları dəvələrə, su vermirlər, çörək vermirlər. İsti günlərin qabağında, bunları saxlayırlar günlər qabağında, şəncə verirlər. Day heç bəzisini adam istəmir dilinə gətirər. Əbu Cəhli ki, bu işi almışdı boynuna, Əbu Süfyan ki, bu işi rəhbərlik eləyirdi, Əbu Ləhəb ki, bu işdə böyük rolu var idi, bunlar nə böyük cinayətlərə əl vurdular. Əbu Süfyanın oğlu Muaviyyə, Əbu Süfyanın bacısı, Əbu Ləhəbin yoldaşı ki, onun barəsində Həmmalətəl Hətəb ayəsi onun barəsində gəlib, o Əbu Süfyanın bacısıdır. Bunlar bir ailədirlər ki, əgər küfrüdə, zülmüdə, xiyanətdə, cinayətdə, adam öldürməkdə, baş kəsməkdə, qan töhmətdə, ət yeməkdə, dişi ilə insanların ətin didməkdə, əgər istəsən dünyada bir ailə, bir adama tanıtdırasan, sən Əbu Süfyanın ailəsini tanıtdır. O ailənin içində hər cür cinayət eləyənlər olub. Ən kiçikləri Yəzid idi ki, 3 il hakim olub, hər il bir böyük cinayət eləyib. Bir il İmam Hüseyin ağanın hadisəsidir Kərbəla, bir il Mədinənin hadisəsidir ki, neçə min adam öldürdü, 3-cü ildə Məkkənin hadisəsi idi ki, orada da o böyük cinayəti elədi. İndi Yəziddən nə qalıb mən Yəzidin dalına düşəm? Yəziddə, Muaviyədə nə cinayət yoxdur, mən onları deyəm, üzü yağdı onların tarixdə. Onda ağın mənası nədir? Əgər Muaviyənin üzü ağdı, Yəzidin üzü ağdı, əgər Yəzid and içir deyir, mənim Kərbəla məsələsindən xəbərim yoxudur, Yəzidin andının nə qədər etibarı var ki, İmam Hüseyin əleyhissalam ona deyirsən, fasıqsən. O adamı ki, Peyğəmbər ona deyir, bu cənnətin ağasıdır, cənnətin ağası ona deyirsən, fasıqsən. Cənnətin ağası əgər bir adama deyir, fasıqsən, onun andının nə qədər etibarı var? Kərbəla hadisəsindən sənin xəbərin yoxudur, yaralı baş qabağındaydı, ağacı da ki, Kərbəlada vurmadılar ki. Ağacı da ki, İbn Ziyad vurmadı ki, sən özün vururdun axı. Sən şeir oxuyurdun, deyirdin ki, Bədirdəki, Öhüddəki babalarım dirilsəydi, gəlib görərdilər, mən onların intiqamını aldım. Sən deyirdin ağacı vuranda, nə gözəl dodaqların var sənin.
Sən deyirdin ağacı vuranda, deyirdin, bugün Öhüd gününün intiqamıdır. Bunları sən oxuyurdun. Sən deyirdin, əgər onlar olsa, deyərlər, əllərin ağrımasın, bizim intiqamımızı aldın. Bundan da xəbərin yox idi. Sənin nədən xəbərin var idi? Sən gecə günüz piyanıdın sən. Doğru deyil, xəbəri yox idi. Çün gecə günüz piyanıdır bu. Piyan adamın nədən xəbəri olar? Aylar görər, böyük cinayətlər eləyir, özünün də xəbəri yoxdur. Cəhənnəmdə aylar bir dəfə o. Odur ki, bax, Əbu Süfyanın ailəsi, özü də, bacısı da, balası da, nəvəsi də, nəticəsi də, kötücəsi də, bunun hamısı bax belənçi bir adam idi. Bir dənə Yazidin Maviyə adında oğlu, onu da bir qadın təsir qoydu onda və başqa amillər səbəb oldu ki, o xilafətdən əl götürdü. Dedi, kaş, da indi eybi yoxdur bu sözlərin, dedi, kaş, mən heyz qanı olaydım, yerə töküləydim, amma Yazidin oğlu olmaydım. Mən Yazidin oğlu oldum. Mənə lazımdır, nə xilafət istirəm, nə hakimiyyət istirəm, nə də bu yolda siz eləyən cinayətləri əgər mən təsdiq eləməliyəm, nə də o təsdiqlər mənə lazımdır. Ta o məsələlər gəldi ki, o başqa. Hər halda bunlar başladılar, bir cür cinayətlər elədilər ki, mən indi burada yazmışam, baxıram ki, onu deyim, deyirəm, heç o burada danışmalı sözdür. O cürdə insana şikəncə verərlər. İnsanın bir qıçın bağlayarlar bir dəviyə, o birisi qıçında o birisi dəviyə. Nə üstə? Ki, Peyğəmbərdən əl götür. Lat-u Üzzə bizim bütlərimizə pərəstiş elə. Bunların üstündə. Amma Yasir eləmədi. Yasir şəhid oldu. Bəzi tarixdə, mötəbər tarixdə yazırlar ki, otu qaladılar, qılıncı otun içində qızdırırdı, otun içində qıpqırmızı pul kimin olub qılınc onunla götürüb vururdu. Həm Yasirə vururdu, həm yoldaşı Süməyyə və onların ikisini də o cür şəhid elədilər. Əmmar gördü ki, vəziyyət belədir. Bəzilər gəldilər Əmmarı aparsınlar ki, sən heç olmasa qal. Amma Əmmar özü də fikirləşdi ki, vəziyyət ki, belə gedir, yaxşısı budur ki, mən burada bir təqiyyə eləyim. Təqiyyəsi də buydu ki, onlar deyən sözlərdən dedi. Dedi, yaxşı da mən əl götürdüm, Peyğəmbərdən əl götürdüm, əl çəkin məndən. Ondan sonra bunu bıraxdılar. Sonra şayət düşdü ki, Əmmar kafir oldu. Onların oğlanları, ata da, ana da şəhid olub, Əmmar əl götürüb, şayət düşdü ki, vəziyyət belə oldu. Əmmar peşman oldu. Dedi, mən niyə bu işi gördüm? Kaş məni də öldürəydilər. Mən niyə olar deyən sözü aldım dilimə? Ağlıya gəldi Peyğəmbərin yanına. Dedi, ya Rəsuləllah, belə oldu, başıma bu işlər gəldi mənim. Atam o cür oldu, şəhid oldu, anam o cür şəhid oldu. Mən məcburiyyət qarşısında bir neçə kəlmə olar deyən sözlərdən dilimə gətirdim, ta məni bıraxdılar. Həzrət buyurdu ki, ürəyin necədir? Dedi, ağa, əlbəttə ki, ürəyim doludur imanıma. Əlbəttə ki, ürəyim doludur Allahın və Allahın Peyğəmbərinin məhəbbəti ilə. Həzrət buyurdu ki, onda heç qüssə eləməsən, heç narahat olmasan, sən özüyü əşrarın şərrindən, müşriklərin şərrindən, kafirlərin şərrindən özüyü saxlayıbsan. Həzrət bunu deyəndən sonra Nəhl surəsinin 106-cı ayəsi nazil oldu. Mən kəfərə billah min bə'di imanı. O adamlar ki, iman gətiriblər və iman gətirəndən sonra kafir olurlar,
dillərində İlla mən ukrihə və qəlbuhu mutmainnun bil iman. O adamları ki kafir olurlar, istisna eləyir kimi? O adam ki iman gətirib, məcburiyyət qarşısında dildə küfr sözü danışır. Amma qəlbuhu mutmainnun bil iman, ürəyi doludur imanına. Bu adamlardan başqa və lakin mən şərhə bil kufr sədrən. Əgər ürəyin açır və kafirlərinə bir fikirdə olur və onlar deyəni ürəkdən qəbul eləyir, fəəleyhim qəzəbun minəllah, Allahın qəzəbi onlara olacaq. Lakin o adamlar ki ürəklərində doludur iman, qorxusundan ya məcburiyyət qarşısında, təqiyyə əsasında dilində onlar deyən sözü deyir, onları istisna elədi ayə. Ayə nazil olandan sonra Əmmar rahat oldu. Bildi ki, düz eləyib, qəbul eləyib. Peyğəmbər öz əlləri ilə Əmmarın gözünün yaşını silirdi. Əmmar ağlayırdı ki, ağa mən səhvə yol vermişəm. Ayə gələndən sonra rahat oldu. Təqiyyə kafirlərlə müsəlmanların zalimləri fərq eləyir. Kafirlərin qarşısında təqiyyə etməməyin savabı çoxdur. Amma təqiyyə etsöndə heç maneyi yoxdur. Allah icazə verib buna. Lakin müsəlmanların öz içərisində bir zalim sənə zülm eləyir, onun barəsində təqiyyə etməyin savabı çoxdur. Bu fərqidir, amma bununla da kifayətlənmək olmaz. Təqiyyənin barəsində inşallah vaxt olar, ömür olar, özü bir müstəqil bir mövzu kimi söhbət olar. Tarixdə bir mətləb yazıblar, mən onu dediyim sözə sübut gətirmək üçün bunu deyirəm. Peyğəmbərin öz zamanında 2 nəfər müsəlmanlardan var idi. Onlar əsir oldular. Hala bir mənaya əsir. Kim bunları tutmuşdu? Musayləmə tutmuşdu bunları. Musayləmə kimdir? Bir adamdır ki, Peyğəmbərin qarşısında o da iddia edir ki, bu da Peyğəmbərdir. Musayləmə bitki kimi yerdən bitib, Peyğəmbərlik iddiasındadır. Bu 2 nəfəri tutdular, apardılar. Bunların birindən soruşdu, Müseyləmə soruşur. Dedi ki, sən İslam Peyğəmbərinə o adın deyirdi də, mən demirəm. Fikrin nədir? Dedi ki, Peyğəmbərdir o. Dedi, mənim barəmdə fikrin nədir? Təqiyyə elədi. Gördü, bunu öldürəcək. Dedi, da indi elə sən də Peyğəmbərsən, da neynək? Bıraxdılar, getdi. İkincisini gətirdilər. İkincisi kimdir? Həbib. Kimin oğludur? Nəsibənin. Nəsibə həmundur ki, Öhüd dövüşündə Peyğəmbərin qabağında Peyğəmbəri müdafiə edirdi. Həmun arvaddır ki, Peyğəmbəri müharibənin o şirin yerində, ağır vaxtında güldürdü Peyğəmbəri. Oğlunun ayağına yara vurdular. Oturdu o qadın meydanın ortasında, oğlunun ayağını bağlaya-bağlaya gözünün altında saxlayıb o yara vuran kimdir? Yaranı bağlayacağın getdi, qılıncla vurdu, onu o qədr bu arvad dəqiq bir böyük pəhlivan kimin əməl elədi, bu tezlikdə onun ayağını bağlamağına, oradan qaçıb onu yaralamağına Peyğəmbərə xoş gəldi. Peyğəmbər elə güldü ki, Peyğəmbərin arxadakı dişləri necən görsəndi. Peyğəmbər o tür gülməzdi heç vaxt. Sonra oğlan da şəhid oldu.
Abdullah orada şəhid oldu. Həbib Nəsibənin ikinci oğludur. Gəlib orada Müseyləmə tutub aparıb, ondan soruşur ki, sən İslam Peyğəmbərinə fikrin nədir? Dedi ki, fikrim odur ki, o Peyğəmbərdir, Allah göndərib. Dedim, mənim barəmdə fikrin nədir? Dedi, hə, qulağım eşitmir. İkinci dəfə dedim, mənim barəmdə eşitmirəm. Üçüncü dəfə başa düşdü ki, o eşidir. Onlar dedi, öldürün bunu. Öldürdülər. Xəbər gəldi Peyğəmbərə Mədinədə, məsələ belə olub. Əvvələn Nəsibə eşitdi, eşidəndən sonra dedi, Müseyləmənin işi qaldı mənim özümə. Ya mən öləcəyəm, ya Müseyləmə. Və axırda da getdi, Müseyləməni öldürdü, amma özünün də bir qolu düşdü. Peyğəmbərdən sonra idi, Peyğəmbər rəhmətə gedəndən sonra idi. Amma o birinci insan ki, təqiyyə elədi, onu azad elədilər. Allah verən icazədən istifadə elədi o. Qəbul elədi. Müseyləməni təyid elədi. Amma ikinci şəxsiyyət o haqdan keçmədi. Təqiyyə insanın öz əlindədir. Zalimlərin barəsində üstünlük verirlər təqiyyəyə. Amma müşriklərin barəsində təqiyyə etməməyə üstünlük verirlər. Əmmar da belə oldu. Ondan sonra nə qədər imkanları var idi. Hər kəsə əlləri çatırdı. Bilal bir adamdır ki, hamı tanıyır İslam dünyasında. Bilal böyük şəxsiyyətdir. Peyğəmbər Bilalı nə qədər sevirdi. Qərə bir insandır. Həbəşi bir insandır. Üməyyət ibn Xələfin qulu idi o. Gəldi müsəlman oldu. Sonra Peyğəmbərin azancısı oldu. Hətta dilində pəltəhlik var idi. Şığları sığ deyirdi. Hədislərdə var ki, Həzrət buyurdu ki, Bilalın sığ deməyin Allah şığ qəbul eləyir. Əşhədü deyəndə o əshədü deydi. Həzrət buyurdu ki, bunun sığ deməyin Allah qəbul eləyəndə şığ qəbul eləyir. Belə bir şəxsiyyət idi. Peyğəmbərin barəsində gəldi, təvsif elədi Peyğəmbəri. Öz dilində də bir şeir oxudu Peyğəmbərə. Həbəşi dilində. Gəldi, dayandı Peyğəmbərin yanında, Həbəşi dilində bir dənə şeir oxudu. Ərəh, bərəh, kənkərə, kəri, kəra, məndərə. Həzrət gülümsündü, dedi ki, bir nəfər Həsən adında var idi, ona dedi ki, nə deyir, tərcüm elə. Peyğəmbər Allah icazə verəndə, o hər dili bilirdi, o başqa. Amma cəmaatla görüşəndə, adlı şəraitdə görüşürdü. Cəmaatla o Peyğəmbərlicindən istifadə eləmirdi ki, hər yerdə. Həzrət buyurdu ki, yaxşı, bu nədir, tərcüm elə. O ərəb durdu, onun şeirin bir şeirdə Peyğəmbər oxudu, tərcüm elədi. Dedi ki, İzil məkarimu fi afaqina zükirət fəinnəma bikəfina yuzrəbul məsəl. Ya Rəsulallah, yəni bizim yerlərimizdə əgər əxlaq, əgər iman və məkarimi əxlaqdan söhbət düşəndə səni biz məsəl çəkərik. Sən əxlaqın ən zirvəsində dayanan bir insansan, yer kürəsində, əxlaq barəsində nümunə insandan söhbət gedəndə biz sənin adını çəkib gətirərik, məclislərimizdə danışarıq. Bu tərcümə elədilər. Amma indi Bilalı neynirlər? Sinəsi üstündə, daşların üstündə sürüdülər Bilalı. Ki, sən Peyğəmbərdən əl götür. Mən də açmıram, uzun-uzun Bilalın nağılları var ki, nə işlər görürdülər, o neyniyirdi. Bilalın paltarını çıxardırdılar. Kitabların birində mən özüm də təəccüb elədim, həqiqətən insanların nə qədər şəqavəti olar. Bədəni şirələdilər, hamını da yığıblar öz adamların.
Ondan arıları bıraktılar. O qədər arılar onu sacmışdı, bədəni şişmişdi. Ki Peyğəmbərdən əl götür. Amma Bilal o şikəncənin altında gedirdilər, görürdülər, dodaqları tərpənir, bir söz deyir. Qulaq asırdılar, görürdülər, deyirdi ki, Əhəd, Əhəd, Əhəd. Allahın barəsində. Bütlərdən əl götür. Bu deyir, yox, Allahın. Mən ondan əl götürməyəcəm. Peyğəmbərin barəsində istəyirdilər ki, tənqid eləsin, əl götürsün, görürdülər Peyğəmbərdən əl götürmür. Bax, bu zəhmətlərlə İslam gəlib çatıb bizim əlimizə. Belə bir vəziyyətinə. Xubab ibn el-Ərd kimdir? İndi bilmirəm ki mən. Heç öz tariximizdən də xəbərimiz yoxdur bizim. İslam tarixində kimlər şəhamətinlə, qüdrətinlə, imanla, şücaətinlə İslamı saxlayıb, canı ilə, malı ilə, qanı ilə, evladı ilə, balası ilə, bizim onlardan da xəbərimiz yoxdur ki. Ola bilsin ki, bəzi adamlar ola. Amma olsa da çox azdır. Müsəlmanların öz içərisində də bədbaxtlıq budur ki, İslamla xəbəri yoxdur. Biri müsəlman döv, təhqir eləyir Peyğəmbəri. Müsəlmanlar da ona nifrin eləyir, öz narahatçılığını bildirir. Nə qədər də üzr istəməyiblər, müsəlmanlar onlara lənət nifrin eləyəcək. O kafir. Kafir elə belə olardı. Düşmən gülər əlbəttə, əlindən gələ daşlar. Gər daşlamasa, gendə durar, məskərə başlar. Düşmən elə işi belədir. Müsəlmanların öz içərisində də heyf ki, müsəlmanlar özləri də heç axtarış aparmırlar. Mən bilmirəm, şayət az adam ola ki, burada ömründə 2 rəkət bir dəfə dura namaz qıla, deyə bu 2 rəkət namazı mən bağışlayıram Bilala. Kim eləyib? Demirəm desin ha, ürəyində, özü bilsin ki, kim eləyib. Kim bu işi görür? Hələ 14 məsum öz yerində, onlar ki, başdadır. Onların nə qədər müəyyən namazları var, əgər insan istəsə qıla. Məsələn, onların xüsusilə onların haqqında hədiyyə namazlar var, müəyyən namazı. Kim istəsə sonra mən onları başa sala bilərəm ki, o hədiyyə namazları nə cürdür. Amma onların sahabələrinə bir dəfə insanın evdə ürəyi darıxanda necə deyir ki, durun bir gedin məsələn filan bağa, filan kütüyə filan. Bir dəfə də ürəyi darıxanda deyə durum 2 rəkət Həzrəti Əbəlfəz ağaya namaz qılım hədiyyə eləyim. Hələ bir dəfə elə. Gör, bağdan çox ürəyin açılır, ya açılmır. Bir dəfə dura, 2 rəkət namaz qıla, deyə Kərbəlada bir dənə ən Peyğəmbərə oxşar insan şəhid olub, onun adı Əli Əkbərdir. Mən ona 2 rəkət namaz qılım, hədiyyə eləyim. Heç olmasa Aşura günü. Kərbəlanın, Kərbəlalığın saxlayan Hüseynin bacısı Zeynəbdir. 2 rəkət ona namaz qılım, bağışlayın. Hələ eşitdiklərimiz adamlar. Ola bilsin, heç Xubab ibn el-Ərtin adın bəlkə az adam eşidib. Amma o çox böyük şəxsiyyət idi. 6-cı insan idi ki, iman gətirmişdi Peyğəmbərə. O qədr ona şişəncə verdilər. Dəmir paltarı qızdırıb geydirirdilər canına. Otu qaladılar, bir ot düzəltmişdilər, bunu da yatırtmışdılar onun üstündə. Bir nəfər gəldi, dayandı bunun sinəsinin üstündə, kürəyinin də altı otdu. Sonra özü danışır bu. Deyir, o xədə dayandı sinəmin üstündə, ta kürəyimin qanı, suyu o otu söndürdü. Ölənəcən də onun yeri getməmişdi, kürəyi sola qalmışdı. Eylənçi, şikəncələrə bunlar dözdülər, ta İslamı çatdırdılar. Gəldi bir gün Peyğəmbərə dedi, ya Rəsulallah, dua elə bizi. Çox şikəncə eləyirlər.
Həzrət buyurdu ki, sizdən qabaqçıları bilirsən neyniyiblər? Ona məsəl çəkdi. Dedi, bəzisin onların bastırıblar torpağın içində yarısın. Yarısı ki qalıb bayırda, o yarını ərə ilə kəsiblər. Onları bu cür eləyirlər. Bir qadının dükanında işləyirdi, dəmirçi işləyirdi. Hərdən Peyğəmbər gedirdi, otururdu dükanda. O qadında xəbəri yox idi, bu kimdir, gəlir. Dostdudular, ünsiyyətləri var idi. Gedirdi, Həzrət otururdu dükanda, ondan danışırdılar. Bütün ağrıları yadından çıxırdı. Ki, Peyğəmbər gəlib mənim dükanımda oturur. O qadın bildi. Bildi ki, ha, deyəsən, belə şey var. Dəmiri qızdırıb basmışdı Xubabın başına. Neçə dəfə bu işi gördü. Dəmiri qızdırırdı, basırdı onun başına ki, sən belə bir iş görürsən. Sonra Peyğəmbərə danışdı, dedi, ya Rəsulallah, sən ki gəlirsən, o qadın başa düşdü, o tükan yiyəsi. Məni bu cür elədi. Həzrət orada dua elədi. Dedi, Allahümmensur Xubabən. İlahi, Xubaba öz nüsrətü nazil elə. O qadın vurdu, xəstələndi, baş ağrı tutdu. Baş ağrı tutandan sonra bir yan həkim, o yan həkim pullu idi. Pul xərclədi, böyük həkimləri gətirdi, dedilər bu ağrıya dərman olmayacaq, amma bir dəmir qızdırıb basasan başıva sakit olar. İndi Xubab dəmiri qızdırır, dərman kimi basır onun başına. Amma belə hallar istisnai hal idi. İslam möcüzə ilə qabağa getməyib. İslam müsəlmanların imanı ilə qabağa gedib. Hərdən bir dənə də o cür möcüzə Peyğəmbər, ya imamların barəsində, ya xanım Zeynəb, ya Həzrət Əbəlfəzin barəsində, ya məsum imamlarımızın barəsində hərdən bir dənə də o cür nifrin eləyirdi və o cür də olurdu. O hərdən bir dənə olurdu ki, elə öz zamanımızda da bizim əgər gözümüz açıq olsa, o möcüzələrdən çox görürük. Əgər gözümüz açıq olsa. Odur ki, Əli əleyhissalam Siffeyn müharibəsinə gedəndə Xubab xəstə idi, Xubab Siffeyn müharibəsinə gedə bilmədi. Həzrət müharibədən qayıdandan sonra xəbər verdilər ki, Xubab rəhmətə gedib. Əli əleyhissalam dedi, Yərhəmullahu Xubab əl-ərd, fəqəd əsləmə rağibən və hacərə taiən və qənəə bil-kifaf və rəziyə anillah və aşə mücahidə. Allah rəhmət eləsin Xubaba. Xubab rəğbət ilə iman gətirdi. Öz meyli ilə, şövqi ilə, zövqi ilə, istəyi ilə. İtaət elədi, Peyğəmbər ilə hicrət elədi. Aza qane oldu, kifayət elədi. Və maaşı, məişəti, yaşayışı, ya belə deyək, həyatının hamısında Allah yolunda cihad eləyən bir insan oldu. Əli əleyhissalam ona dua eləyəndən sonra buyurdu, Tuba limən zəkərəl məad. Xoş o insanların halına ki, dünyada həmişə ahirət yadlarında ola və əmiləlil hesab və hər iş görürlər, bu niyyətlə iş görərlər ki, bu işin hesabı olacaq qiyamətdə. Və qənəə bil kifaf, aza razı olalar və rəziyə ənillah, Allahdan razı olalar. Nəticəsində Quran deyir ki, bunlar ki Allahdan razı oldular, Allah da bunlardan razı olacaq. İlahi, əllərimizi naumid qaytarma, dualarımızı müstəcab elə, hacətlərimizi rəva elə. Pərverdigara səni and veririk Peyğəmbər və ali Peyğəmbərə, dünya və axirət bizi İslam, Qur'an, Peyğəmbərdən ayrı salma. Pərverdigara dualarımızı müstəcab elə, xəstələrimizə şəfa inayət elə. Allah bizi namaz qılmayanlardan eləmə. Allah axir məhərrəmimiz qərar vermə.
bu mühərrəmin feyzindən bi nəsib eləmə. Kərbəlayı eləməmiş bizi qəbrə aparma. Bağışlamamış bizi öldürmə. Qəbrimizin əvvəl gecəsi nur-i vilayət-i əmirul müminindən ayrı salma. Xalis olan salamlarımızı İmam-ı zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bihaqqi Muhammedin və alih və bihaqqi surətil mübarəkətil Fatihəti ma'as salavat.